Bu da təkrar 2-nin izahıdır. Başlayan təkrar 2-nin izahına. Birinci sualda deyir 4 rəqəmli ədədin rəqəmlərin hasılı 105-ə bərabərdir. Bu ədədin həmin rəqəmlərdən ibarət olan ədədlərin ən maksimalıdır. Onun 4-cü rəqəmini müəyyən edin. Birinci siz baxın görün hansı rəqəmlərin hansı 105 eləyər. Bu 105 nə deməkdir ümumiyyətlə? Gəlin 105-i parçalayalım. 105 3 vur 5 vur 7 deməkdir. Amma bizə 4 rəqəmli deyirdi yenə. Bir dənə də 1 atıram yanına. İndi bunlardan ən böyük ədəd nə düzəltmək olar ki? Olar düzəltmək 7, 5, 3, 1. Ən böyük 7531-dir, ən kiçik isə 1357. Yəni kiçikdən böyük rəqəmləri düzmüşük. Ən böyükün deyirsə cavab bax budur. 7531. Bunu da deyir 4-cü rəqəmini. 4-cü rəqəmdə nədir? 1-dir. Cavab olur bu variantı 1. Burada nə edirsiniz? Burada 2-yə bölürsünüz, 3-ə bölürsünüz, 4-ə bölürsünüz. Burada belə 5-ə böləcəksiniz. 20-ni 5-ə böləndə 4 düşür. Burada isə 3-ün üstünə gəlsəm 7 eləyər 4. 7-ün üstünə 8 gəlsəm 15. 15-ün üstünə 16 gəlsəm 31. Yəni 4, 8, 16-ın da 32 gəlməlidir. Edir 63. 4, 63. Cavab C variantıdır. Bu sualda burada nə edərik? Burada. Heç vurub alıb da görək nə ala bilərik. Bizdən A vur, B vur, C vur deyəni soruşur. A'nı C'yə vurub buraya yazıb, A'nı B'yə vurub belə yazıb. Nəsə A'nı ən lazımlı şey sizə. Baxın. A'nı A'ya vuranda 8 ilə başlayacaq olub. Demək A nədir? 9, yəni 9 9-a vuranda 81 eləyər. Başqa 80 neçə eləyən yoxdur ədədlərdən. A 9. 9 nəyə vursam son 2 ilə qurtarır? Əlbəttə ki 8-ə. C olur 8. 9-u 8-ə vururam, 72 yazıram 7 yadda. 9-u nəyəsə vururam. Üstünə 2 də gələndə baxın. Bax. Buradan 9-u 8-ə vurdum 72. 2 yazdım 7 yadda. İndi 9-u B'yə vurmuşam. Sonu nə ilə qutarıb bilmirəm. Amma üstünə 7 gələndə 3 ilə qutarıb. Demək 13 eləyib. Üstünə 7 gələndə 13 eləyib. Nəyin üstünə 7 gəlsəm 13 eləyər? 6-nın. Demək ki 9-u bax bu B'yə vuranda 6 ilə qutarır deyir. O da bir dənə 36 da 6 ilə qutaran. O da olacaq 4. B də olur 4. 9 4-ə vuranda 36. 36 üstündə bu 7 gələm 43. 3 yazacağım 4 yadda. 9 9-a vuranda 81, 4 yadda 85. Budur. İndi bunu 948 nəyə vursam 5688 eləyər. Elə 948-i təbii ki 6-ya vursam 5000 neçə eləyər də. 7-yə vuranda 6300 zad eləyəcək. 5-ə də vursam 4000 neçəsi eləyir. Demək olur elə necə? 6-ya vuranda 6-ın 9-a vuranda 5400. Bu da 5700. Yəni belə də yəni 5400. Yenə belə də bu da 240, 5640, bu da 48, 5688 düzdür. D olur 6, bunlar da 948. 948, bu da 6. Bir nömrə tapmaq lazımdır indi. 9 4 36, 36-nı 8-ə. 200. 36-nı 8-ə vuranda nə eləyir? 240, 288, onu da 6-ya vuranda 1200 neçə? Bu da 1200 bu eləyir. 4680. Bu da 48. 1728 cavab bu variantı. A variantıdır. Sonra baxırıq bura. Burada siz nə edir? Burada belə kəsir. Hissə. İndi bura baxın. Buradan bura nə edir? Buranı kəsir. Yəni biz nə demək istəyirəm sizə? Burada orta hissə qalacaq. Yəni kəsəndə orta hissə qalacaq. Necə? Baxın, burada görürsünüz birinci buranı kəsib. Sonra buranı kəsib. Məsələn, burada birinci buranı kəsib. Sonra görürsünüz buranı kəsib, tək qalıb burada. İndi burada birinci buranı kəsib belə qalıb. Sonra buranı kəsir, baxın. Belə bir ortadan belə romba oxşayan, paxlavaya oxşayan qalır. Cavab olur Y variantı. Sonra Cəmil liman qatardakı, baxın, Cəmil limandan çıxır, limana girər. Qatarda depo. Yəni Cəmil limandan çıxır, qatarda depodan. Cavab Y variantı olardı yəqin. Hüquqşünasın bir növü vəkildir, bir növü hakimdir, bir növü nə bilim, hüquq sahəsində məşğul olan başqa sahələr var. Yəni necə deyim sizə, hüquqşünaslığı oxuyub vəkil olan var, hakim olan var, belə. İndi buradan da yəni hüquqşünaslığın növləri bir də vəkildir. Direktorun növü şagird deyil, rejissorun növü tamaşaçı deyil. İdmançının növü baxın, idmançının bir növü futbolçu. Cavab C variantı düz gəlir. Hakim müstəntiq xeyir. Bu qatillə oğrunun yeri dəyişik düşüb. Baxın, qatil
Ümumiyyətlə yox, qatil oğru yox, amma cinayətkar oğru olsaydı bu düz olar. Çünki cinayətkarın bir növü oğrudur, bir növü nə bilim qatildir. Yəni cinayətkar oğru olsaydı düz gələrdi. Burada da idmançı futbolçu. Cavab C variantı düzdür. İdmançının bir növü də futbolçudur. Ədədlərdən biri 17-dir. Sənətlərin biri aktyorluq sənətidir. Bu sual əslində maraqlı sualdır. Necə eləyirik bu sualda? Burada bilsiz nədir? Fikir verin, 2 ayrıdır. Bax, burada P neçədir? 2. Burada da P 2'dir. Yəni rəqəmlər burada nədirlərsə, bu izlədir olacaq. Baxın, burada K 1'dir. L 2'dir. K 1'dir, L 2. Yəni burada da K 1 olmalıdır. K burada 3'dür. A səhvdir. K 1 olmalıdır. Burada ümumiyyətlə K'ya baxmayıb. Burada K 1 var. Nəsə C qalsın, düz ola bilər. K burada ümumiyyətlə yazmayıb. D də getdi. Burada K'ya 3 verib. Y də getdi. Cavab olur C variantı. Aydın oldu. Baxın K 1'dir, L 2'dir. L 2. Sonra M 1'dir. Həqiqətən deyir M 1'dir. N 4'dür. P da 2'dir. P da 2'dir. Cavab olur bəli. C variantı. Burada fikir verin. 3, 4, 5, 5, 3, 4, 4, 5. İndi 3 olacaq. Yəni sətr üzrə bu rəqəmlər dəyişilir. 3 olacaqsa bu getdi, bu getdi. Baxın, romb, dairə, bir dənə nə qalır? 3 bucaq. Cavab olur B variantı. Yəni içəri fikir verin. Dairə, 3 bucaq, romb, 3 bucaq, romb, dairə, romb, dairə olacaq 3 bucaq B variantı. Balıq üzgəçər vasitəsilə hərəkət edir. Quşda qanat vasitəsilə Y variantı. Burada fikir verin. 128 64'e böləndə 2, böləndə 2, böləndə 2. Yəni nisbətlər eyni gedir. Burada 832'ni 4'e böləndə 208, 208 4'e böləndə 52, 52'ni 4'e böləndə 13. Cavab olur bu variantı. Sonra bu şəkildə fırlayıb tapmalısınız. Baxın, ixtiyar çevirməsində alınan deyir. Yəni çevirib necə ala bilərik? Fikir verin. Burada bunlar necə ola bilərlər? Bax, ardıcılığa fikir vermək lazımdır. Görək necə ola bilərlər, hansı tərəfə gedə bilərlər. Siz birinci nə ilə başlaya bilərsiniz? Etlə başlayırsınız. Burada ümumiyyətlə 3 dənə ağ kvadrat var. Burada 4 dənə də ağ kvadrat. C belə səhvdir. Daha sonra fikir verin. Əgər bu fiquru obşi çevirirəmsə, bir-birinə istiqamətləri qalmalıdır. Məsələn, bax 2 ağ burada, 1 ağ burada qalmalıdır. Burada üçün də bir yerdə verib. D da getdi. D da getdi. Cavab bunlardan A, B, Y-dən biridir. Daha sonra fikir versəz. Baxın. Bunun A, B, Y-ni görə ki, necə müəyyən edə bilərik ki, hansı nədir? Hansı necə olacaq? Yəni, siz əgər bunu necə çevirə bilərsiniz? Siz çevirəndə fikir verin. Bunlar üçü belə sıralamada durublar. Bu qaydasındadır. Burada necə tapa bilərik ki, hansı hara gedəcək? Bir ixtiyar çevirməsi ilə. Bunun mən əgər bu tərəfə çevirirəmsə, baxın, bu tərəfə çevirirəmsə, imenli şəkilləri almalıyam. Yəni, görək, necə ala bilərik? Bax, bu şəkili almaqdan ötürü görək, ala bilərik, bu şəkili çevirib. Bunu çevirəndə, baxın, bu şəkili çevirib, bunu almaq istəyirəmsə. Çevirəndə aşağı əgər bu düşərsə, tutaq ki, aşağı bu düşdü. Qabaq tərəfinə də, bax, belə deyim də sizə, bunu siz əgər imenli beləni almaqdan ötürü, bunu siz Y səhvdir. Niyə səhvdir? Çünki Y-də. Bax, fikir verin, bir dəfə çevirsəm əgər, bax, bunu bir dəfə belə çevirəsi olsam. İmenli bu hissəyə gətirməkdən ötürü, bax, elə bir təxminən 90 olsa üstə düşəcək, 180 də olsa, elə bilin ki, bax, buradadır. 90 dərəcə çevirəndə yuxarı düşəcək bu hissə. 180 dərəcə çevirsəm qarşıya düşəcək. O harca bir 270 dərəcə çevirməliyəm ki, bu alınsın. Baxın, 270 dərəcə çevirməliyəm ki, bu şəkil alınsın. Bunu da çevirib aşağıda baxanda, elə bilin ki, bu aşağı düşəndə, bax, bu aşağı düşəndə, bu hissə var ya, bu hissə, bu tərəfə baxır. Amma burada bu yana baxır. Yox, yesə, baxın, bu normalda bu izə yox, bu tərəfə baxmalı idi. Bu tərəfə baxmalı idi bu. İndi ən azından onu nədən bilirsiniz? Görürsünüz ki, bax, belə bir sizə qayda deyim. Bax, bu hissələrinə bir-birinin istiqamətinə baxıb tuta bilərsiniz. Bir-birindən. Məsələn, qaldıq A ilə B-dən birinə. A ilə B-dən birində
Fikir verin. Bundan bunu alıp. Yəni bundan bunu alma yolu necədir? Bax bundan bunu. Çevirə-çevirə ala bilərəm də. Bax burada üz yuxarı baxır, burada üz aşağı baxıb. 90, 180 dərəcə çevirib ala bilərəm. 180 dərəcədə çevirəndə bu hissə bu tərəfə düşməli idi. Amma burada yenə burada qalıb. O gün B desəz cavab olur A variantı. Yəni bunu siz çevirib alanda tam olaraq yəni cavab A variantından alacaqsınız. İndi kompüterə izah eləmirəm, yoxsa çəkib göstərərəm. Cavabı yəni A'dır. Çevirib baxanda A olacaq. Burada nə edirsiniz? Fikir verin, bunun 3 qolu var. Bunun 4, daha doğrusu yəni neçə bucaqlıdır? Bu 3 bucaqlıdır, bu 4 bucaqlıdır, bu 0 bucaqlı. Bu 4 bucaqlıdır. Görün, bax, 1'ə yazıb 22. 22'ni hardan alıb? 4'ü içərisində 4'ə vurub 16, 3'ü də içərisində 2'yə vurub 6. 16 ilə 6'ını toplayıb. Yəni ki, məsələn, burada var yazıram 4, buraya yazıram, məsələn, bu necə 4 bucaqlı, 3 bucaqlı, 0 bucaqlı, 1, 2, 3, 4, 5, 6 bucaqlı. Bax, nə edirsiniz? Bax, bu fiqurun içinə, məsələn, indi bu fiqurun içinə neçə olasa, bunu 4'ə vurursunuz, bunun içinə yazırsınız. Baxın, indi burada necədir? Məsələn, 1'ə nə yazır? 1 8'dir. Bir rəqəm yazsam 8. Baxın, bu 4 bucaqlıdır. Bu elə bir ki, qohumları götürək. Bu tutaq ki, bunun qohumlarıdır. Qohumlarının içində cəmi ilə bucaq sayını vurub bir-birinə toplayıb bura yazır. 2'ni məsələn qırağında 3'ə vurur 6, 3 bucaqda axı. 1'i 4'ə vurur 4. 6 ilə 4'ü toplayacağam, yazacağam bura 10. Yəni 4'ün içində 10 yazılmalıdır. Gördünüz, 4'ün içində 10 yazılıb. Yəni qohumlarımı vurub qohumlarımın bucaq sayı ilə içindəki rəqəmi bir-birinə vururam. Yəni neçə dənəsə onları toplayıb içimə yazıram. Bura 1 yazıb. Bu 1'in də yeni yazıram 8. 8. Bu 1'ə 8 yazıram. Bax 8 nədən alıb? Bunun bir dənə qohumu budur. Demək ki, bunun içərisində nəsə rəqəm var ki, bunu 4'ə vurub 8 alacağam. İndi bunu nəyə 4'ə vursam 8 eləyir? Əlbəttə ki 2'ni. Demək bura 2 düşəcək. Burada 4'ə vuran, 2'ni 4'ə vuran 8. Bax, bura 8 eləyir. Yəni 2 ilə yazılan 2 demək bura düşəcək. Kvadratın içində 2 olacaq. Bura 5'dir, bura 3'dür. Getdi. Sonra 2 də yazılan neçədir? 2'nin cəmi 56'dır. 56. Demək ki, mən bu bucaqları, bunları bir-birinə vurub, toplayıb 56'nı almalıyam. Bu onsuz da 0'dır. Yəni, çünki dairənin 0 bucağı var deyənə, içində rəqəmi nə yapırsam 0 eləyəcək. Amma buradan, bura bir x qoyuram. 3x-la, burada bir y qoyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 y-in cəmi 56 eləməlidir. Baxa görək, hansı rəqəmləri birdən mən vurub bir-birinə 56'nı ala bilərəm? Təbii ki, necə? Və burada var ha, burada baxın. Burada belə deyim da sizə. Bu rombdur, içində də 1 var. Yəni romb 4 bucaqlıdır. 4'ü 1'ə vuranda 4. Yəni bucaq sayı ilə içindəki rəqəm 1'ə vuranda 4 alınır. Demək 4, 3, 2, 8 y toplayıb 56'nı almalıyıq. 56'dan 4'ün çıxanda nə qalır? 52. Demək bu ikisinin cəmi 52'ni verməlidir. Dostlar, hansını yaza bilərəm? İstəyirsiniz variantla yoxlayın. Baxın, 5'i 8'ə vuranda 40, 4'ü 3'ə vuranda 12. Həqiqətən 3 bucaqdır, bu da 8 bucaq 12, bu da 1 də 4'ə vuranda 4. Həqiqətən 56 20 eləyir. Demək bura 5, bura 4 düz gəlir. Bu 3 ilə 4'ə baxın. 3'ü 8'ə vuranda 24, 4'ü 3'ə vuranda 12. 24 12 cəmi 36 edir. 52 ödəmir. 4'ü 8'ə vuranda 32, 3'ü 3'ə vuranda 9, 41 edir. Bu da 52 eləmir. Cavab olur yine D variantı. Baxın 5'i 8'ə vursunuz 40, 4'ü 3'ə 12, 52 edir. Bu da 4 56. Həqiqətən buraya 56 düşür. Deyir ki 56 yazmışdı axı, düşür. Sonra bura baxsaz 12, bu da 40. Eləyəndə 52 eləyir. 52. Burada bucaq sayı 4 içində 2 yazılıb. 4'ü 2'yə vuranda 8. 12, 8, 40'ı toplayanda eləyir 60. 3'ün qabağına 60 olmalıdır. Həqiqətən deyir 60. Yazılıb 60. Cavab olur D variantı. Bu sual mətnin təhlilidir. Sualı diqqətlə baxın. Kəmalə və Samir Paxla Şəhərli rayonuna bağlı xoşlayırlar. Baxın, Kəmalə, Samir, Şəhərli rayonu. Yalnız yazaq, kim yazaq? Sıyığı, ərzaqlar yazaq, Paxlanı, balıq pomidoru.
Bir də bunu yazmasam da olar. Belə əsas bir rahat yazmaq olar. Kəmalə və Samir sıyıqdan paxla xoşlayırlar. Sıyığı xoşlayan Kəmalədir, Samirdir. Paxlanı da xoşlayan Kəmalədir, Samirdir. Sonra Şəhla və Rəna balıqla pomidoru xoşlayır. Şəhli ilə Rəna. Balığın qabağında Şəhla, Rəna. Pomidorun qabağında Şəhla, Rəna. İndi bizə deyir ki, ancaq Kəmalə, Leyla, Şəhla kartof və sıyıq da xoşlayırlar. Kəmalə, Leyla, Şəhliyə kartof yazıram. Kartofun qabağına, kartof da buradan yazaq. Kartof əlavə eləməmişəm. Kartof. Kimlərdir? Kəmalə, Leyla, Şəhla. Onlar kartof mənim sıyıq da xoşlayırlar. Sıyığın da qabağına onları yazıram. Kəmaləni onsuz da yazmışdım. Leyla, Şəhla da yazıram. Leyla, Şəhla. Şəhla. Bizdən deyir ki, kartof, sıyıq, paxlanı xoşlayan kimdir? Yəni, həm kartofun qarşısında olan, həm sıyığın, həm paxlanın qarşısında olan kimdir? Bir dəqiqə. Kartof, sıyıq, paxla. Kartofu xoşlayan Kəmalə var, Kəmalə var, Kəmalə var. İndi burada sı hərfi də var axı. Yox, burada sı yoxdur. Burada Şəhla, Kəmalə, Leyladır. Baxın, üçündə də olan bir dənə şeydir, Kəmalə. Kəmal demək üçündə xoşlayır. Cavab olur Y variantı. Sonra burada nə edirsiniz? Burada birinin kvadratı yüksəltirsiniz, üzərinə 1 gəlirsiniz. 1-in kvadratı plus 1. Bir dəqiqə, yox, bu fərqli yoldur. Burada bilsiz necədir? Burada 2-nin üstünə 1 gəlirsiniz, 3 eləyir. Kvadratı 9. 9-un üstünə 1 gəlirsiniz, 10. Kvadratı 100. 100-ün üstünə 1 gəlirsiniz, 101. Kvadratı 10.201. Burada yenə 4-ün üstünə 1 gəlsəz 5, kvadratı 25. 1-in üstünə 1 gəlsəz 2, kvadratı 4. İndi bura x-dir. X-in üzərinə 1 gəlsiniz, kvadratı 1 eləyir. O da təbii ki, x bərabərdir 0-a. 0-ın üstünə 1 gələrsiniz, 1 eləyir, kvadratda 1. Cavab olur 0. Ən maraqlı sual, çətin suallardan biri, bax bu tip suallardan başın şişirdən. Gəlin baxayım buna. Burada nə edirsiniz? Burada tam birləşdirirsiniz figura. Görək hansı hissə qalır. Təbii ki, baxın, məntiqlə baxanda bu olmaz. Bu olmaz. Bu daha qabarıqdır deyənə. Cavab indi daha balaca boyda çıxardırıq. Cavab qalır A-la B-dən biri. A-la B-dən biridirsə, fikir verin. Ağız hissəsinə baxanda, bax, burada necə ola bilər? Bu hissəni tamamlamaqda nə ötür? Bir dənə düz gələn, görək hansı düz gəlir. Məncə cavab B-dir. Çünki B 100% yuxarısını verir, 100% yuxarısını. Bu hissələri gətirir, tamamlayır. Yəni, A səhvdir, çünki A-nı qoysaq, A-nı gətirsək, A üst-üstə düşməyəcək. Yəni, A yox. Yəni, A-nı çünki gətirib mən buraya yapışdırsam, mümkün olmayacaq ondan nəsə eləmək. Bir dəqiqə. Çünki həm də A-da problem buradadır ki, deyim sizə, baxın, bu düz hissədən sonra içəri keçməlidir. Amma bu düz hissədən sonra, nabarot, yəni bunun qabağı açılmalıdır ki, bunun içəridə keçirdim də, mən bu hissəyə keçirdim. Amma özü içəri keçib. Çünki A səhv cavab olur bu variantı. Ən çox armud alma yığımı neçənci ildə olmuşdu? Baxın, bu sentinerlə verilib, bu kiloqramla. Heç nə hesablayırsınız. Sentiner 100 kiloqramdır, bunu deyim sizə, 100 kiloqram. Yəni, əslində bu 100 kiloqramdır, yəni daha çox bura fikir verin ki, ən çox bu önəm daşıyacaq. 2006-cı ildə bu 60 ton olub, 60 sentiner olub, bu da 6000 kiloqram deməkdir, 6 ton. 2006-da bura nə qədər olub? 30 kiloqram. O deyirlə 6030. Görək, indi bundan çox ola bilər hansısa. Məncə olmaz, çünki elə bunlardan 5000 kiloqram eləyir bunlar, 5000 kiloqram. Yəni 5000 üstünə burada bir hamısı kiloqramlar. Nə gələrəm ki 6030 keçsin, heç nə. Elə cavab məncə 2006-cı ili götürürük. Cavab olur A variantı. Sonra burada dostlar nə edirsiniz? Baxın, sizə bir iki nümunə verib 2K-da deyir. Baxın, burada tutaq ki budur. Bax budur. Bunu qayıdıb açanda bax bura düşəcək. Üstünə qayıdıb açırsınız da vərəqə. Sonra da bunu qayıdıb çarpaz açanda, bura açanda. Baxın, imenli burada olan, görürsünüz ən küçdədir. Burada gəlib ən küncə düşür. Olur 6n. 6n. Bu 3n'dir, səhvdir. Bunlarda yoxdur. 2K buradadır, buradadır. 1K, bir də ki 6n. Işıqlandıraq. 6n cavab olur C variantı. 6n. Sonra burada nə edirsiniz? Burada rəqəmləri atırsınız qabağa dala. Bax necə?
Təxminən 3 bucaq olanda 4-ü qabağa atırsa olur 432. 145-də isə baxın, burada 1 ilə 4-ü topladım. Yəni kvadrat olanda birinci ilə ikincini topladım. 3 bucaq olanda 4-ü qabağa attım. İndi buradan 3 bucağı qabağa atıram. 3 olur 321. 321 kvadrat. Bu da bərabərdir. 3 ilə 2-ni toplayıram nə eləyir? 5. Olur 51. Cavab olur C variantı. Bu sualda əslində bu sualı heç işləməkdən də bir-birinin güzəştisi. Məsələn, burada güzəştisi yoxdur. Yadınızda qalsın. Güzəştisi bax burada görürsünüz biri belədir, biri belə tam bir fərqli fiqurdur. B getdi. Burada bununla bu baxın sizə lazım olan bax bu hissə var. Bax bu şəkildə məsələn bu hissədir. Gəlin baxar. Bax bu hissəyə. Bax fikir verin, bunun ağzı yuxarı baxır, bunun ağzı aşağı baxır. Demək ki, A heç ümumiyyətlə bu şəkil deyil. D-yə də baxsaz, bax bu şəkil burada belə baxır, burada belə baxır. D də səhvdir. Burada indi görək hansı səhvdir. Yəni ikisindən biridir. Y-də də ki, ağzı bu tərəfə baxır bunun. Amma burada sağa baxır. Demək ki, Y səhvdir. Cavab olur C variantı. Sonra gəldik avtomobillə bağlı sualdır. Çox maraqlı sual və yorucu sualdır. Baxın, bunu necə yazırsınız? Bunu aparım mən skrinləyim, seyri izah edeyim. Qeydlər hissəsini izah edeyim. Baxaq görək nə olacaq. Buradan görək nə keçək bunu buradan. Baxaq. Bax buradan görək necə olacaq. Bax burada sizə avtomobil verir və deyir ki, hərənin bir avtomobil, bir mikroavtobus layihəsi var. Yəni sizin də eləməlisiniz ki, bu avtomobillə mikroavtobusları uyğunlaşdıraq. Necə? Baxın, tutaq ki, mən öz avtomobil layihəmə qayıdıb gedib baxa istəyirəm amma baxın, 4 nəfər adamdılar. Gedirlər sərgiyə. Hərənin bir avtomobil, bir avtobus layihəsi var. Gedirlər sərgiyə, bir-birinin avtobus və avtomobil layihəsinə baxacaqlar. İndi gəlin baxın, 4 dənə A, B, C dedilər. Baxırıq nəyə? Bir dəqiqə. Baxın. Tutaq ki, belədirlər. Kimlər nəyə baxacaq? Bunu çəkən belə deyəcəm indi. Bir dəqiqə cədvəl çəkim, cədvəlin üzərində izah edəcəm. Baxın, indi 4 nəfər adamdılar da. A, B, C, D. Kimlərə baxıblar? İndi nələrə baxacaqlar? Bir mikroavtobus layihələrinə, bir avtomobil layihələrinə. Ona görə bunu 4 dənə yerə ayırıram hər birini. Baxın, indi buradan yazıram nə? A-nın mikroavtobusu, A-nın avtomobili, B-nin mikroavtobusu, B-nin avtomobili, C-nin mikroavtobusu, C-nin avtomobili, D-nin mikroavtobusu və D-nin avtomobili. Fikir verin nədir? Baxın, bunlar. A məsələn nəyə baxacaq? A tutaq ki, məsələn deyirəm, B-nin avtobusuna baxacaq, D-nin mikroavtobusuna baxacaq. Belə bir söhbətdir bu. İndi baxın, birinci hər kəsin özünə çıxaq qoyuram ki, heç kim öz işinə baxmır. Çünki evdə baxıb gəldi. İndi ağıllar artmadı, indi baxası olmadılar bir-birinin işinə. Burada nə edirəm? A öz işlərinə baxmır. B öz işinə baxmır. C də eyni zamanda öz layihələrinə baxası deyir, ha. D də öz layihəsinə baxmır. Məsələn, bunu çıxartdıq, buna da şükür. Yazıb ki, bax, buradan sizə indi oxuyuram. Deyir, hər bir iki layihə təqdim edirlər. Mikroavtobus və avtomobil layihəsi. Müşavirənin gedişində mübadilə aparır, yəni bir-birinə verirlər layihələri. Baxın, əsas məqam buradan başlayır. Deyir ki, A-ya o mühəndisin təqdim etdiyi mikroavtobus layihəsi düşüb ki, həmin mühəndisin avtomobil layihəsində B tanış olur. Yəni, bax, X adlı mühəndisdir. Bunun bir avtomobil layihəsi var, bir mikroavtobusu. İndi bunu deyir, avtobusla mikroavtobusla kim tanış olur? Deyir ki, bunun avtobusu ilə, baxın, bir dəqiqə, deyir ki, A-ya o mühəndisin təqdim etdiyi mikroavtobus layihəsi düşdü ki, yəni A bunun mikroavtobusuna baxır, həmin adamın avtomobilinə də B baxır. Yəni X adamın avtomobilinə B baxır, mikroavtobusuna da A.
Uşaqlar, indi mən x-a a ilə b verə bilərəm. Baxın, əgər x-a mən a verəsi olsam, bunda çıxır? A özü mikroavtobusuna baxa bilməz axı. Demək a, baxın, bura bir dəqiqə. Demək ki, bura mən x-a mən nə a vermirəm, nə b verirəm. C deyilən biridir. Bu da belə çıxır ki, B A-nın avtobus layihəsinə baxmır. B A-nın avtobus layihəsinə baxmır. A da, baxın, buraya demək x-a b verəmirəmsə, demək A-nın mikroavtobus layihəsinə baxdığı şəxs B deyil. Yəni A. B-nin mikroavtobusuna baxmır. B də A-nın avtobus layihəsinə baxmır. Belə, əla. Bunları yazdıq. Buradan bu qədər. Düşürəm indi aşağı. Düşürəm aşağı. Baxın, ikinci cümlədə, bu da elə birinci cümlənin təsdiqidir. Sonra gəlirəm, deyir ki, C-yə D-nin avtomobil layihəsi düşmüşdür. C-yə D-nin avtomobil layihəsi düşmüşdür. C-yə D-nin avtomobil layihəsi. D-nin avtomobil layihəsinə bir plus qoyuram. Baxın, indi C-yə D-nin avtomobil layihəsi düşübsə, D-nin mikroavtobusu qayıdıb düşə bilməz. Çünki hər yer fərqli-fərqli düşür. Eyni zamanda, D-nin avtomobil, bir dənə D-nin cəmsi bir dənə avtomobil layihəsi var. O da bir dənə buna düşüb. Qalanları çıxardıram. Sonra, baxın, bu C-yə yazığa bir dənə avtomobil layihəsi düşə bilər, o da C-yə düşə bilər. Yəni, 80 dənə avtomobil layihəsi düşməyəcək C-yə baxmağa. Demək ki, artıq A-nın avtomobil layihəsidir, B-nin avtomobil layihəsini çıxardıram. Düşə bilməz. İndi A-nın avtomobil layihəsinə demək kim baxır buradan? Deyə 3 dənə çıxaq qoymuşam, plus bu qalır. Demək ki, A-nın avtomobil layihəsi ilə A-nın avtomobil layihəsinə D baxır. Burada da belə bir söz demişdi bizə. Baxın, A-nın avtomobil layihəsinə D baxır. Deyir ki, B-nin mikroavtobus layihəsini öyrənən mühəndis A-nın avtomobil layihəsini nəzərdən keçirir. A-nın avtomobil layihəsini kim nəzərdən keçirir? D. Demək ki, D həm də B-nin mikroavtobus layihəsini öyrənir. Belə. Demək ki, buradan artıq D 2 dənə layihədir, 2 dənə də baxır, qalanları çıxaqlayıram. İndi eyni zamanda, bura plus qoymuşamsa, qalanları çıxaqlayım, yəni bu yuxarısın. Çünki bu B-nin mikroavtobusuna bir dənə D baxacaq. Buradan indi nə edirik? Baxın, C demək ki, D-nin avtomobil layihəsinə baxırdı. Burada nə qalıb? Bir dənə A-nın mikroavtobusu. A-nın mikroavtobusuna baxır ki, plus qoymuşamsa, buranı çıxaqlayıram. Belə. İndi gəldik nəyə? Burada bir maraqlı məqamdır ki, demək ki, A-nın mikroavtobusuna C baxır. Baxın, A-nın mikroavtobusuna C baxır, ha. A-nın mikroavtobus layihəsinə C baxır. Bizdən soruşduğu D kimlərin avtobus və mikroavtobus layihəsini izləyir. A-nın avtomobil, B-nin mikroavtobus. A-nın avtomobil, B-nin mikroavtobus. Cavab olur bu variantı. Son cavabı bu variantıdır. Sonra, bu da yeni sualdır. Bu da yeni tip sualdır. Yenə yazacağıq ki, toxumcül, o qaydada gedəcəyik. Bayaqki şəkildə onu da yazmışdım, screen eləmişdim. Elə onu da izah edeyim. Belə. Bunu buradan kəsək. Yəni, indi bunu yazıram. Deyir ki, nə? 4 bağban var. Heç nə, bayaqki tipində elə bir ki, avtomobil layihələr, hərflər yerini dəyişib bir dənə başqa hərf qoy. Bir də ki, toxumcül məsələsidir. Yenə dostlar, 4 dənə yerə ayırırsınız. Çünki 4 nəfər adam var axı. Buranı da 8 yerə ayırırsınız. Çünki hər birinin gülü var, bir də ki, toxumları var. Buna 4 dənə yerə ayıran. Baxın, deyir ki, A sığırın. A, S, R, N. Və deyir ki, gül və güllərin toxum nümunələri. Baxın, gül və gül toxumu. A-nın gülü, S-nın gülü, R-in gülü, N-in gülü. Bir də ki, eyni zamanda toxumları A-nın toxumu, S-nın toxumu, R-nın toxumu,
Bir də bir dəqiqə R-nın toxumu. Bir də N-nın toxumu. Belə. Bunu toxum yazım. Toxum. Hə. Nə edirəm indi? Deyir ki, A-ya düşən toxumları öz güllərini elə verən bağbanındır. Yəni dostlar, bu X adlı bağban var. Bunun bir toxumları var, bir də gülləri. Deyir, bax bunun A-ya düşən toxum, yəni bunun toxumlarına A baxır, güllərinə də R baxacaq. R-in güllərini elə verib. Demək ki, baxın, A əgər X-a mən R verəsi olsam, onda belə çıxır ki, A R-in toxumlarına baxıb. Bu düz gəlir, amma R-in güllərinə baxa bilməz axı. Demək ki, A R-in toxumlarına baxmır. A R-in toxumuna baxmır. Bu eyni zamanda mən X-a A da verə bilmərəm. Niyə? Çünki X-a A verəsi olsam, o zaman da A öz toxumuna baxmır. Onda demək R A-nın gülünə baxmır. R A-nın gülünə baxmır. İndi dostlar, gələ bir özlərini də çıxardaq. Hərflərin bir özünün özünə aid olanları çıxardaq. Özünə aid olanları. Məsələn, R-in R-dir. Öz gülünə baxası deyil. R öz toxumuna baxası deyil. Eyni zamanda A-dır. Öz gülünə baxası deyil. Öz toxumuna baxası deyil. Güllərlə toxumlar lap belə ayrım ki, biraz sizə rahat olsun. Sonra N özü öz gülünə baxası deyil. N öz toxumuna baxası deyil. Belə də, yəni S da yenə öz toxumuna baxası deyil. Öz gülünə baxası deyil. Başqa bunlardır. İndi gəlin baxaq nəyə? Deyir ki, N-ə S-in gülləri düşüb. Gəl onu yazam. N-ə S-in gülləri düşüb. N S-in güllərinə baxır. N S-in güllərinə baxırsa, S-in gülü bir dənədir, yəni ona da N baxdı. Sonra S-in gülünə N baxıbsa, N S-in toxumuna da baxa bilməz. Çünki yalnız ya gülünə baxar, ya toxumuna. Daha doğrusu çıxaq qoyduq. Budur. İndi bunları çıxaqladıq, plusladıq, yəni yazdıq. Bax, fikir verin. R kimin gülünə baxacaq? R nə A-nın, nə S-nın, nə özünün dörsə qalır bir dənə N-in gülünə baxacaq. R N-in gülünə baxacaq. R N-in gülünə baxırsa, bu N-in gülünə bir nəfər baxa bilər. Onu da çıxartdıq. 3 dənə çıxaq var. Bura plus düşür. Plus düşürsə buranı çıxaqlayıram. 3 dənə çıxaq var. Güllərə baxın. Bu da olur. Və bu da çıxaqlayıram. Əla. Bunu yazdıq. İndi belə bir söz deyimsə, A əgər R-nın gülünə baxıbsa, A artıq R-nın toxumuna baxmır. Bu daha asan. S əgər A-nın gülünə baxıbsa, S A-nın toxumuna baxmaz. R əgər N-nın gülünə baxıbsa, N-nın toxumuna baxmaz. N əgər S-nın gülünə baxıbsa, S-nın toxumuna baxmaz. Bu qaydası yerində. İndi gəlirik burada bayaqki cümləyə. Deyir ki, burada cümlə var idi. Bu cümləni sırf sonradan işləyə biləcəyik biz ancaq. R-in toxumları o bağbana düşüb ki, həm də A-nın güllərini götürüb. Görək ki, A-nın gülünü kim götürüb? A-nın gülünü S götürüb. Demək ki, S həm də R-in toxumunu götürüb. S R-in toxumunu götürübsə, R-in toxumuna plus qoyuram, bura çıxaq olur. 3 dənə çıxaqsa, bura plus olur. Avtomatik bu sıra çıxaqdır. 3 dənə çıxaqdır, bura plusdur. Çıxaqdır və burada da plusdur. Qutardı. Bizə lazımdır. Kimin gülləri və toxumları S-ə düşüb? S-ə düşən A-nın gülüdür, R-in toxumudur. A-nın gülü, R-in toxumu. Cavab olur C variantı. A-nın gülü, R-in toxumu. Sonra 945-ə bərabərdir 4 dənə rəqəmin hasili. Ən maksimal olanın 945 necə almaq olar? 945 nəyə bərabər? 945-i bölürəm. 9 vurulsun 105 deməkdir. 105 də 3, 5, 7-nin hasilidir. Bunların ən böyüyünü necə düzəltmək olar içindən ən böyük? Ən böyük ancaq 9, 7, 5, 3. Bu qədər düzəltmək olar rəqəmlərin müxtəlif. Birinci rəqəmi soruşur, birinci rəqəmdə 9-dur. 9. Hə, yox, dostlar, minimal olan deyir sizə, minimal, yəni kiçik olan. 3, 5, 7, 9-dur. Onda 3, 5, 7, 9. Birinci rəqəmin deyir, birinci rəqəm 3-dür. Cavab olur A variantı. Sonra buradan nə eləyib? Qanığı məniliyin deyir. Bax, burada nə eləyir? 3 çıxır, 3-ə vurur, 3 gəlir, 3-ə bölür. 3 çıxır, 3-ə vurur, sonra 3 gəlir. O dedir 15. 13 üzrə 15. Cavab olur C variantı. Sonra sinifdə şagirdlərin sayı 26-dan çox deyil, yəni 26 ola bilər. Onlardan 8-i qızdır. 8 qız var. Şagirdlərin 3-ü dərsə gəlməyib. Gələnlər 4-də 3-ü oğlandır.
Gələnlərin 4-dən 3-ü oğlandır. Sinifdə neçə oğlan oxuyur? Baxın. 8 qız var. X oğlan. 8 qız X qədər də oğlan. Şagirdlərin 3-ü dərsə gəlməyib. Gələnlərin 4-dən 3-ü oğlandır. Gələnlərin 4-dən 3-ü oğlandır. Yəni sinifə gələn şagirdlərin sayı 4-ə bölünən ədəddə belə çıxır ki. İndi buradan nə edərik? Aslında variantla götürmək də olar. Məsələn, variantla işləməkdə indi bax sizə 3 dənə gəlməyən var ha. Onun haqqında demir 3-ü də qızdır və yaxud da biri qız, 2 oğlan gəlməyib. Yəni onlar haqqında tam məlumat demir. Bir dənə onu deyir ki, gələn uşaqlardan 4-dən 3-ü oğlandır. 4-dən 3-ü. Yəni indi gələn məsələn 8 nəfər adam gəlibsə, 8 nəfər gəlibsə, onun 6-sı oğlandır. 6-sı oğlandır, 2-si qız. Amma bu da düz gəlmir. Bilirsiniz niyə düz gəlmir? Onda 2 qızdan neçəsi gəlməyib dərsə, 6 dənə qız qalıb çöldə. O da olmaz axı. Buradan bu şeyə görə. İndi bax gələnlər 4-də 3 oğlandırsa, 4-dən biri qızdır. 4-dən biri qızdır. Gələnlərin 4-dən biri qızdır. İndi baxın, 4-dən biri qızdır, 4-dən 3-ü oğlandır. Obşi, baxın, siz nə edə bilərsiniz? Ən minimalı, ən maksimalı götürən. Tutaq ki, 4-ə bölünən ədədlərdən 4-də 3 ola bilər. Məsələn, götürən nağdıdan harca bir 20-ni götürək. 20-nin 4-də 3-ü nədir? 15. Baxın, 20 nəfər adam gəlib. Bunun 15 oğlandır. 20 nəfərdən. 5-i də qız. Yəni 5-i də qız da bu düz gəlir. Yəni 15 oğlan gələnlər içində 20 dənə də qız. Və tutaq ki 20 nəfər oldu. 3 nəfər də gəlməyib. Həqiqətən baxın 5 dənə qız var. 3-ü gəlməyəndə 8 nəfər eləyir mi? Daha doğrusu 3-ü də gəlsə gəl 8 qız eləyir də. Yəni hal-hazırda 3 nəfər gəlib, demək 3-ü də gəlməyən qız idi. O da plus 3 23 nəfər. Sinifdə obşi 23 nəfər uşaq var. Amma oğlan neçə nəfər oxuyur? Oğlan 15 nəfər. Cavab olur A variantı. Oğlan 15 nəfərdir. Bunun isə rahat yolunu deyən fərqli şey düşə bilər. 4-dən 3-ü gəlibsə, baxın, elə bu oğlanın sayı 3-ə bölünməlidir demək. Bax, bu da bölünməlidir. Bu da 3-ə bölünür, avtomatik cavab A variantı çıxır. Sonra, deyək ki, ailədə 3 uşağın yaşlarının cəmi 72-yə bərabərdir. Əkiz qardaşlar kiçik bacılarını çox sevirlər. Baxın, X vura X, əkiz qardaşlar deyirəm, Y-də kiçik bacı. Hasil isə 72-dir. İndi bu necə ola bilər? Bu 3 vurulsun 3. Vuraq 8 ola bilər. Və yaxud da 2 vurulsun 2. 4 eləyər 18 ola bilər. 18 ola bilər. Və ya nə ola bilər? 6 vur 6 vurulsun 2. Yəni qızın yaşı bu olar, oğlanların bu. Amma deyir ki, kiçik bacısını, baxın, kiçik bacısı. Ona görə bunlar, baxın, bacı bunlardan böyük düşür, bunlardan böyük düşür, amma burada balaca düşür. Demək, qardaşların 6 yaşı var, bacıların 2 yaşı. Neçə yaş böyükdülər? 6 da 2-dən 4 vahid böyükdür. B variantı. Sonra deyir ki, daha zəifdir, baxın. Mudu Sorbanla da, baxın, görək hansı deyir, digərlərindən daha zəifdir. Demək ki, hansı yaxşıdırsa onları çıxardım. Mudu Sorbanladan yaxşıdırsa mudunu çıxardım. Amma Oxforddan yaxşı deyil. Yəni Oxford ondan üstünsə Oxfordda yaxşıdır da. Sonra Cambridge öz növbəsində Sorbonnadan yaxşı deyil. Yəni Sorbonna bundan daha yaxşıdır. Sorbonnadan çıxardım. Gəlin baxaq, bir qaldı Cambridge'dən Harvard. Bir dəqiqə, o qərar gəldi ki, Mudu Sorbonnadan daha yaxşıdır. Mudu böyükdür Sorbonna. Amma Oxforddan yaxşı deyil. Oxford böyükdür Mudu. Cambridge isə Sorbonnadan yaxşı deyil. Yəni Sorbonna böyükdür Cambridge'dən. Elə avtomatik gətirib bunu böyükdür Cambridge yazsam bura. Yəni Sorbonna Cambridge'dən böyükdürsə gəl. Всё. Oxford, Harvard haqqında məlumat var. Yəni Harvard haqqında məlumat yoxdur deyənəm.
Onu ən zəif Cambridge götürürük. Cavab D variantı. Cavab Cambridge götürürük. Sonra bura baxırıq uşaqlar. Burada elə bilin ki, bunun formada qatlayıb yuxarı açanda və yaxud da sağ açanda fərq yoxdur. Bura belə işarə var. Burada da olacaq. Bu olacaq burada. Bu da olur belə. İndi bunu yuxarı açanda belə olacaq. Belə olacaq. Burası belə, burası belə. Yəni bu hissə də qayıdıb yerində qalacaq. Baxın, bu səhvdir. Bu hissəsi səhvdir, ortası. Burada cavab C variantıdır. Bunun yuxarısında yoxdur, səhvdir. Bunun sağında yoxdur, bu da səhv. Cavab olur C variantı. Burada dostlar rəqəmlərin cəminə baxırsınız. 13, 4, 17, 23, 17, 10, 27, 26, 31, 28, 11. Bir dəqiqə. 15, 13, 28, 36, 39. Bir dəqiqə, nəsə səhv, toplamada səhvlik olmadı. Bir də baxın, 10, 17, 26, 31 düzdür. 15, 13, 28, 36, 39 düzdür. Sonra, indi bu rəqəmlərin nəsə fərqlilik var, görən. 13, 4, 17, bu da 8, 23 düzdür. 13, 17, 19. Uşaqlar, burada bir dəqiqə səhvli eləmişəm. Burada 25 olmalıdır. Mən bunu 27 yazmışam. 23 yazmışam, üzrü sayın. 8, 12, 20, 25. Baxın, burada görür necə? 2 vahid artıb. 4 vahid artıb. 8 vahid artıb. Bunda nə qədər artmalıdır bu? 2, 4, 8, 16 vahid artmalıdır. 16 vahid, 39, 16 vahid artıb nə olur? 55. 15 eləyir. 22 eləyir. 37. 37 isə nə gəlsəm 55 eləyir. 18. Nə bilim 37, baxın 22, 15, 37. 37, bir də bu x bərabərdir 55-ə. X də bərabərdir 18-ə. 18. Cavab olur D variantı 18. Sonra burada nə eləyib? Bu biri sualda, bu biri sualda. Fikir verin. Xətt sayı 2 dənə, 3 dənə. Yəni bu xətt sayı artır. Olacaq 4 dənə. Xətt sayı 4 dənə olursa avtomatik mən Y-ni çağırıram, A-nı çağırıram. Cavab olur. Baxın, bu xətt uzana gedir. Tam uzanıb bura çatmalıdır. Yəni hissə uzanırsa çatmalıdır artıq. C də gedir. Buradan baxsaq və bu fiqurda kiçilə gəlir. Biraz da kiçilib lap kiçik olmalıdır. Bundan da kiçik. Cavab olacaq. İndi baxın. Əslində B ilə D ikisi də düz gəlir. Bir dənə bu xəttin uzunluğuna baxmaq lazımdır. Fikir verin, xətt ilə gəlib buradan çıxacaq. Yəni hissə uzanır. Yəni bu qədər uzanır normal olaraq. Yəni acı tam bura çatacaq. Yəni bu qabağa çıxmayacaq. Bu səhvdir artıq. B səhv, cavab D variantı olacaq. Ailəli üçgənin yaşları cəmi hasili 108-ə bərabərdir. Əkiz bacılar kiçik qardaşları ilə yəni eyni bayaqki tip sual, yəni 108-ə bərabərdirsə, əkiz qardaşlar x kvadratı vurulsun y bərabərdir 108 tipində həll edirsiniz. Nə bilim, nə yazırsınız? 4. 108 nə deməkdir? 36 vuraq 3 deməkdir. Daha demək x 6-dır, y 3. 6-ın kvadratı vuraq 3. Əkiz bacılar kiçik qardaş deyirsə, demək ki, bacılar 6 yaş var, qardaşın 3 yaşı. Bacıların 1 yaşı müəyyən edeyim. Bu variantı 6. Sonra 32-ci sual, o da mətnin məntiqi təhlilidir. Əslində bayaq elədiyimiz tipdə suallardandır. Amma yəni yenə də izah edeyim ki, qalmasın. Ümumiyyətlə neçə sual idi bu? 76-nın sualdır. Çatdırdığımı izah edəcəm. Qalanda qalar sonraya. Baxın, deyir ki, 5 adam şəklinin üzərində 5 dənə adamın qovluqların adı yazılıb. Gənc katiblər dağıdır. Tutaq ki, bax, biri faildir, rəydir. Tutaq ki, D, K,
R, M, O. Bu fail yazıyorum. Yani bunlar bunun failləridir, adlarıdır. İndi görək kimin rəyi hara düşəcək. Düşən adamın rəyi bir dəqiqə o sual oxuyaq. Qovluqlar üzərinə yazılıb, qarışdırırlar. Elə bayaqki kimi yazmalıyıq. Yəni 8 dənə geri çəkməliyik. 8 dənə geri çəkməliyik. Buradan birinci belə 4 dənə çəkək. 1, 2, 3, 4. İndi bunu 8 yerə ayırmaqdan ötürü birinci 2 yerə ayırım. Sonra bunu 4 yerə ayırıram. Belə. Baxın indi nəyə? Deyir ki, hərfləri yazırsınız. D, K, R, M, O. Yoxsa olar 5 dənədir o adam. 5 dənədir, sonda 5 adam 10 dənə şəkil çəkməliyik. İndi gəlin görək yazısız, şəkilsiz görək müəyyən eləmək olar yazı ilə. Bir də şəkil çəkməyə 10 dənə şəkil cədvəl çəkməkdən ötürü gələk kompüteri izah edeyim ki, geniş şəkildə. Deyir ki, K-nın qovluğuna düşən adamın şəkil və adam rəyi M-in qovluğuna düşdü. Tutaq ki, baxın, hərflər yazıram. D, K, R, M, O. Bunların qovluğuna kimlərin şəkilləri düşüb? D-yə şəkil və qovluqlar bir-birinə uyğun gəlirdi. Şəkil, rəy, qovluqlar. Demək ki, D-nın öz şəkili, öz rəyi, öz qovluğu. D-də hər şey düzdür. Kimin şəkili M-in qovluğuna düşüb? Buna artıq D-ni çıxardırıq. Belə bir söz yazıb sizə ki, K-nın qovluğuna düşən adamın rəyi M-in qovluğuna düşdü. Baxın, K-nın qovluğuna şəkil düşən adamın rəyi M-in qovluğuna düşdü. Yəni bu K-nın qovluğudur, bu M-in qovluğudur. X adlı adamdır. Bu X adlı adamdır. Bunun şəkli düşür K-nın qovluğuna, rəyi düşür M-in qovluğuna. Demək ki, bu M-ə düşən K-nın şəkli deyil. Bu da getdi. M-in şəkli o adamın qovluğuna düşdü ki, həmin adamın qovluğunda K-nın rəyi var idi. R-nın rəyi onun qovluğuna düşmüşdü. R-nın rəyi onun qovluğuna düşübsə, yazaq ki, onun qovluğunda R-nın rəyidir. R-nın rəyi. İndi bax, belə bir söz deyim sizə. Mən dedim ki, bax, burada nə yazmışdıq? Burada kimin rəyi hara düşməyib? Bax, R-nın rəyi düşüb bura. Dəqiqə gözləyin. Görək kimin nəyi hara düşüb. Baxın, burada yazmışdı ki, M-in şəkli o adamın qovluğuna düşdü ki, M-in şəkli o adamın qovluğuna düşüb ki, həmin adamın qovluğunda R-nın rəyi var. R-nın rəyi var. Yəni qovluq deyirsiniz, avtomatik hər an öz qovluğu özündədir, o heç. Baxın, deyir ki, yenə deyirəm, bax, bu X-in qovluğuna o adamın şəkli, M-in şəkli o adamın qovluğuna düşüb ki, bu qovluqda, baxın, bu qovluqda K-nın rəyi də var. K-nın rəyi. Demək ki, K-nın rəyi M-in qovluğunda ola bilməz. Bu K-nın rəyi M-in qovluğuna düşmür. Demək, ya özündədir, özündə də ola bilmirsə, avtomatik elə düşür. Buraya yazıram K-nın rəyi. K-nın rəyi. Onda avtomatik demək ki, M-in şəkli. Demək ki, M-in də şəkli buradadır. M-in şəkli. Yazdıq bunu. K-nın rəyi M-in şəkli R-in qovluğundadır. Daha sonra, yəni bunların üstə qovluq adları ilə bu adlarının eynidir. Yəni bunu siz yazmasaz da olar. Sonra gəlin buradan baxayım. Buradan daha sonra K-nın M-lə belə şeylər qalıb aramızda. Görək nələr qalıb. İndi belə bir söz demişdim bayaqlarım mən ki, indi məsələn K-ya kimin şəkli düşə bilər? Ya onun, ya M-in, ya R-in, bilmirəm də nədir. Kimin şəkli və rəyi M-in qovluğuna düşmüşdü?
Kimin şəkli Emin qovluğuna düşüb? Nağdan Emin öz şəkli düşə bilməz. Cavab olur ya erin. Nəfsi cavab qalır er. D özünə düşdü. K düşmədi. M'lə O qaldı. O qaldı. Kimin şəkli Emin qovluğuna düşüb? Dəqiqə. O da ola bilər, amma onunla bağlı dəqiq məlumat yoxdur. Deyək ki, R-nın rəyi onun qovluğuna düşmüşdür. R-nın rəyi onun qovluğuna düşübsə, R-nın şəkli düşə bilməz bura. Ya Emin şəklidir, ya K-nın şəklidir. Emin də şəkli dörsə, bir dənə qalır K-nın şəklinə. K-nın şəkli. K-nın şəkli erin rəyi. Bunu da yazdıq. İndi bura. M ilə K bir dənə dəyişiklik olacaq, amma bilmirəm nədir. Bax, K-nın rəyi bura yazılıb. Bir dənə Emin rəyi qalıb. Emin rəyi M-ə düşə bilməz. Emin rəyi K-ya düşür. Emin rəyi K-ya düşür. Emin rəyi K-ya düşürsə, M-ə düşən rəy O-nun rəyidir. O-nun rəyidir. O-nun rəyidir. Bunları yazdıq. İndi şəkillərdən O-nun rəyi ilə O-nun şəkli ikisi də burada ola bilməz. Onda yenə bura M-in şəklini yazıram. Bir dəqiqə, M özü də ola bilməz əslində. Yazıram R-nın şəkli. R-nın şəkli. Bunda burada O-nun şəkli. Qutardı. M-in qovluğuna kimin şəkli? R-nın şəkli. Cavabı düz deyim ki, C variantıdır. R-nın şəkli. Əslində böyük cədvəl çəkməklə də ola bilər. Prosta cümləni sezib də yaza bilərsiniz. Sonra burada bir dəqiqə gözünüz digər soruları tapım. Aha. 32-ni də dediyim 40-a qədər izah edəcəm. 33-də 33-cü sualda o bizə lazım, mən onları eşidirəm. Mən nədir burada? O ilə başlayır. Mən O ilə başlayırsa bunları çıxardıram. Onları ko olur. Uko. Daha doğrusu oko. Bunlar da gedir. Cavab olur Y variantı. Okorama. Okorama. Eşidirəm də ki, əlbəttə ki, Rama. Okorama. Deyir ki, bunları nədir? Əslində bunları yazıb tapa bilirsən. Yəni, orta hesabla yazıb çıxartmaq asan iş. Necə? Burada yazırsınız ki, tarixdir, məntiqdir, fəlsəfədir. Всё. Uşaqlardakı Teymur Seymur o olsun, yəni yazan görə kim nə alır? Teymur Seymur, Leyla Çingiz Səidə. Teymur. Bu nasıl yəni adları belə yazan? Teymur, Leyla Çingiz Səidə, bir də ki Seymur özü. Deyir ki buradan. Baxın, burada nə edirik? Qiymətləri yazıram. Tarix, məntiq, fəlsəfə. Tarix, məntiq, fəlsəfə. Tarix, məntiq, fəlsəfə. Teymurla Seymur məntiq və fəlsəfədən 2 alıblar. Teymurla uşaqlar bura yazdım. Yuxarı yazmalıydım. Tarix, məntiq, fəlsəfə. Deyir ki, Teymurla Seymur məntiq fəlsəfədən 2 alıblar. Məntiq fəlsəfədən 2 alıblar. Məntiq fəlsəfə. Məntiq fəlsəfədən 2 alıblar. Baxın, bura aşağı məntiq fəlsəfə. Məntiq budur. Fəlsəfə bu, tarix bu. Çingiz Leyla Səidə məntiqdən 4 alıblar. Çingiz Leyla Səidə məntiqdən 4 alıblar. Məntiq budur. Məntiqdən 4 alıblar. Sonra Leyla ümumiyyətlə Seymur və Leyla ümumiyyətlə 5 almayıblar. Seymur və Leyla ümumiyyətlə 5 almayıblar. Seymur və Leyla ümumiyyətlə 5 almayıblar. Leyla və Səidə fəlsəfədən neçə alıblar? Bu yazını görənmədim. Səidə və Leyla fəlsəfədən 3 alıblar. Səid ilə Leyla fəlsəfədən 3 alıb.
Leyla 3 alıb, Səid 3 alıb. Sonra Seymur və Leyla tarixdən 4 alıblar. Seymur və Leyla tarixdən 4 alıblar. Əslində Seymuru yazdım, Leylanı yazdım. Demək olar bunların qiymətləri tam düzəldi. Bütün fənlər özdə orta hesabdan 3-dən aşağı alan kimdir? İndi bir yuxarıdan qayıdaq baxaq. Tələbələrin 3-ü tarixdən 5 alıb. 3 nəfər tarixdən 5 alıbsa qalır avtomatik Səidə, Çingiz, Teymura. Çingiz ilə Səidə məntiqdən 4 alıblar yazdıq. Bizə qalan bir dənə fəlsəfədən Çingizin qiymətini tapmaqdır. Çingiz fəlsəfədən 2 alıb. Deyir orta hesabdan hansının qiyməti 3-dən aşağıdır. Toplayırsınız nə edir? 8. 8 3-ə böləndə 2 tam 3-dən neçə? 3-dən aşağı olan Seymurdur. Sonra 9 3-ə böləndə 3 düşür. 11 3-ə böləndə 3 tam neçə düşür? 11 tam neçədir? 3 tam neçə düşəcək? Bu da 12 idi. 3-ə böləndə 4 düşür. Demək cavab elə bir dənə Seymurdur ki, orta hesabdan 3-dən aşağı alıb. Sonra 9-dan 1 çıxırsınız 8, kvadratı 64, tərsini götürürsünüz. 9-dan 3 çıxırsınız 6, kvadratı 36, tərsi 63. Burada ne inirsiniz? B'ni A'ya vurup, B'ni A'ya vurup 636 alıb. Bizə nə soruşur? B'ni soruşur. Fikir verin. Burada B'ni A buna vuranda 636 alıb. Elə bir ədəddir ki, bu təxmin olacaq A2'dir, B3. Fikir verin niyə? 3 alıb baxı burada. Nəyi 1'ə vursam 3 alır? Elə 1'i. 3'ü. Demək bu 3'dür. Bu da olacaq 212. 3 212 bölündə 636. A2 B3. Burada fikir verin necə baxır. Bax bura. Kvadrata bunun ağ hissəsi baxır. Bax bu 3'ün hissəsinə görə baxacağıq. Burada bu səhvdir. Niyə? C variantı. Burada fikir verirsiniz bunların qonşu hissəsi belədir. Bax bunun bu gözlü hissəsinin ağ hissəsi. Amma burada tam ağ hissə qonşu olub. Bax bura ağ hissə ilə qonşu olub. Bax C səhvdir. Bunlar burada ümumiyyətlə düşmən üzdülər. Heç vaxt yanlışı görsənə bilməzlər. Y getdi. Burada da yenə baxın bu iki hissəli olmasın. Bu tam ağ üzünə baxıb. B də səhvdir. Yadınızda qalsın. Hissələr hər zaman eyni formalı baxacaqlar bir-birinə. Burada yenə deyirəm baxın. Bax bu hissəsi baxıb da bundan üz-üzə. Yarı belə, yarı ağ. Amma burada tam olaraq qoşa üz baxıb. A-nı da çağırıram. Cavab olur D variantı. Sonra 38'də 13, 20, 26. Bu da eləyəcək. 12, 26, 30, 41 eləyir deyəsən bunun cəmi. Bir dəqiqə. 13, 15, 41. Bu 41 eləyir. Bəs bunun cəmi nə eləyir? 18, 16, 34. Bu da 7, bu da 41. Demək cəmlər bərabər olmalı. İndi bura baxıram. 16, 13, 29, bu da 2, 31. Bu 31 ise dostlar, bu birisi figurunda içi 31 eləməlidir. İndi vaxt gedirdi, mən saymıram. Variantlara baxmaq istəyir. Hansının cəmi 31 eləyəcək. Sonra burada nə inirsiniz? Burada elə bilin ki, bir dəqiqə. Bu hissədə var. Yoxdur. Hə, fərqli hissələri götürüb sağa yazırsınız. Eyni hissələri çıxardırsınız. Məsələn, bu ikisində də var. Bu da var. Qıraqda qalanı yazırsınız. Məsələn, burada bu ikisində də var, yəni çağırırsınız. Bunların ikisi bir yerdə yazırsınız bura. İndi burada bu figur ikisində də var. Bu figur ikisində də var. Nə qalır? Bundan dairə. Dairə ilə qarı üz aşağı çıxacaq. Cavab olur Y variantı. 4'ü 2'ye vurup üzerine 1 gelirsiniz. 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 79 2'ye vurursunuz. 158 üzerine 1 159 Y variantı. Burada 12 5 17 eləyir. Baxın, elə bir Fibonacci'dir da. 3'ün üstünə A gələndə B eləməlidir. Məsələn, buna baxın 8 üstünə 1 gələndə 9. 9'un 8 toplayanda 17. İndi buradan 3 ilə nəyə toplamalıyam ki B? 3'ün üstünə A gəlməliyəm B verəcək. Təzədən də A-dan B-yə də toplayanda 17 eləyəcək. 2 dənə qaydan ikisi də ödəyən cavab olacaq cavab C variantı. 7 gələndə 10 eləyəcək. 7 ilə 10 da toplayanda 17 eləyəcək. Cavab olur C variantı. Mavi ilə bənövşəyi hər ikisi rəngdir. Donansi hər ikisi notdur. Y variantı. Burada
Qıraqda olanların sayı 1, 2, 3, 4, 5. İçində olanların sayı 3. İndi burada 1, 2, 3, 4. 1, 2, 3, 4. 4'ün 4'ə. Cavab olur A variantı. 4'ün 4'ə. Burada bir dənə, 2 dənə, 3 dənə. 3 dənə, baxın, indi hamısında sayı ilə gedir. Bir dənə, 2 dənə, 3 dənə. Bir dənə, 2 dənə, indi 3 dənə olacaq xətt sağa. Burada 2 dənə deyib, bir dəqiqə. Burada 2 dənə deyib. Burada da 2 dənədir sağa gedən, kondalan. İndi düzünə baxıram. Baxın, 1, 1, 1, 2, 2, 2. Onda burada da hamısında 3 isə bu birisində 3 olacaq. Cavabı C variantı. Yəni şaquli şəkildə 3 olacaq. 45-ci sualı. Sən onu yola salırsan demək istəyir. Sən onu ta yola salmaqda rab, utoraba. Cavab olur C variantı. Cavab C variantıdır burada. Sonra buradan nə edirsiniz? Bax, fikir verin. Ortadakı fiqur çevrilib sağa düz yazılıb. Ortadakı fiqur indi çevrilib sağa, kondalan, necə deyim, çevrilib yazacaq da qırağa. Bax, bunu çevirib sağa yazacağam. Bunu da çevirib sağa yazacağam. Çevirib sağa yazıramsa cavab ya A'dır, ya B'dir, ya D'dir. Daha sonra baxın, bu aşağıdakı işarə burada böyüyüb. Aşağısında nədir bu? Böyüyəcək sağda. Yəni bu işarə artıq bax necə oldu? Bu böyüdü oldu belə. İndi bu da böyüyüb yaz, bu ən aşağıda olan. Bax, bu ən aşağıda olan böyüməlidir. Böyüməlidirsə, yəni özü normal böyüyür, yəni çevrilmədən. A ilə B-dən biridir. İndi fikir verin. Bu yuxarıdakı hansının içinə girib? Yuxarıdakı birincinin içərisində dayanıb da. Bunda bu səhv deyil. Birinci cavab olur B variantı. Yəni romb birinci fiqurun içində dayanmalıdır. Burada nə deyir? Deyir ki 300 kilometr məsafədir. Biri 60 ilə gedir, biri 50 ilə gedir. Vüsalə deyir 1 saat 20 dəqiqə dayanıb. Ayxan yarım saat dayanıb. Vüsalə 60 ilə gedirsə 300 kilometr 5 saata gedəcək. 5 saata. Üstünə 1 saat 20 dəqiqədə dayanıb. 1 saat 20 dəqiqə. Ayxan isə 50 ilə gedib. Bunda Ayxan gedib 6 saata. Plus yarım saatda dayanıb. Option 6 saat 20 dəqiqə bu getmiş olur. 6 saat 20 dəqiqə. 6 saat yarıma da bu. Yəni 6 saat 30 dəqiqə. Demək ki 10 dəqiqə aralarında fərq olur. Cavab D variantı. Sonra 48-ci suala baxaq. 48-ci sualda baxın, bu iki fiqur buradadır. Bunlar bir gedəcəklər. Bax, buradadılar. Sonra düşüb, bax, ki bura. Bu ortadan bir hissə buraxıblar. Sonra buradan da yenə ortadan birini buraxıb keçiblər bura. İndi burada ortadan birini buraxıb bura yazılacaqlar. Bura yazılırlarsa mən avtomatik Y ilə D-ni çıxardıram, yoxdur orada. A çıxardıram. Sonra bu uzun fiqur var ya, baxın uzun fiqur. Uzun fiqur isə bir addım gedir. Bir dəfə bura, bir dəfə bura, bir dəfə sağa gedəcək. İndi bir dəfə bu yuxarıda olacaq. Cavab B ilə C-dən biri. Avtomatik baxın. B ilə C burası düz gəlir. Bu əlavə verilib. Yəni bu heç boş şeydir. Bu yəni səhv verilib bura. C ilə çağırıram, onu cavab bu variantı. Burada nə edirsiniz? Hər xətti hissə acı-acı bunu sağ sol tərəfə, bunu sağ tərəfə sıxırsınız. Bax bu hissələri. Sıxa-sıxa gələndə bunu bir dəfə biraz sıxırsınız, bura düşür. Bunu biraz sıxırsınız, bura düşür. Option olur belə. Cavab olacaq D variantı. Bəhd daşqının qabağını kəsir. Ehtiyatlı olmaqda bədbəxtliyin qabağını kəsir. Y variantı. Sonra nəsə onda bu sıranı izah edirəm. Deyir ki, avtomobillər sağda növlənmiş dayanacaqda dayanıblar. A ilə B yanaşı dayanıb. C avtomobil isə B ilə D-nin arasında dayanıb. Hə, baxın, biri bu ola bilər. İndi bu yanaşı deyirsə, məsələn, belə də ola bilər. Təzən D, C, B, bunun tərsi də ola bilər.
Yəni baxın, A ilə B yanaşı dayanır. C ilə B ilə D-nin arasında. Burada da A ilə B yanaşıdır, C ilə B ilə D-nin arasında. Yəni biz C-ni soruşuruq. C burada üçüncü də ola bilər, ikinci də ola bilər. 2 və ya 3. Cavab olur bu variantı. 2 və ya 3. Sonra deyir ki, 2 və ya 3 dedik. Burada nə edirsiniz? Burada üçündə də olanı götürürsünüz. Baxın, bu hissə üçündə də var. Amma qalan hissələr üçündə də yoxdur. Məhabi də bu hissə var, üçündə də var. Görürsünüz? Məsələn, bax, burasında bunda var, bunda yoxdur. Nə bilim, yuxarıdan olan burada yoxdur. Yəni, üçündə də təkrarlanan hissə hansıdır indi burada? Bax, bu hissə üçündə də var. Bu hissə də üçündə də var. Bu hissə də üçündə də var. Demək olacaq belə. Bu cavab olur A variantı. Belə. İndi burada nə edirsiniz? Cavab olur A variantı. Buradan. İndi fikir verin. Hər hissədə, hər şəkildə bu 5 dənə fiqur təkrarlanmalıdır. İndi bu sualın yenə nə qalır? Yəni, hansı hissə olmalıdır ki, bu şəkil tam olsun? Deyir, baxın. Ağ üçbucaq. Ağ üçbucaq olmalıdır burada. Burada ağ üçbucaq olmalı. Yəni, ağ üçbucaq yox, bağışlayın, ağ düzbucaqlı. Bununla başlamalı. Demək, B ilə C-ni silirəm. B ilə C-ni silirəmsə, buradan indi nə qalır? Buradan dostlar, sizə qalır bir dənə, bax, bu hissənin tam olması üçün. Bu hissənin tam olması üçün qalır, belə bu düzbucaqlı, bu qara düzbucaqlı. O da olur cavab A-nın D-nisinin B, Y. Yəni, tamam, hər kvadratın içində bu 5 dənə fiqur təkrarlanmalıdır. Bu tip suallarda uşaqlar ya çıxma toplamı ilə gedir, ya vurma bölümü ilə. İkisindən bir, yəni böyle bir şey yoxdur. 14-dən 8-ini çıxaram, nə qalar? 6-sı. 6-nın üstünə 5 gəlirəm, 11. 11-dən bu 3-ü çıxaram. 8, üstünə 1 gəlirəm, 9. İndi 8-dən 5 çıxaram, 3. Üstünə 1 gəlirəm, 4. 4-dən 4 çıxaram, 0. Üstünə də 10 gələrəm, 10. Demək ki, 5 çıxdım, 3 qaldı, 1 gəldim, 4 elədi, 4 çıxdım, 0, 10 gəldim, 10. Cavab olur C variantı. Kiloqram qramdan 1000 dəfə böyükdür, tonda kiloqramdan. Bax, belə bir qaydanı, baxın görün, hansı şəkil ödəyir? Metr millimetrdən 1000 dəfə böyükdür, kilometrdən, metrdən. Baxın, görürsünüz, eyni qayda, cavab olur Y variantı. Belə, yəni 55 dənə izah elədiyim qaldı buradan. 21 sual, 21 sualda, yəni birazdan izah edəcəm, qoyacam YouTube'a.